Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal dialoq. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dinləyicilər, Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Rəqəmsal Dialoq verilişi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Nazirliyin və radionun Facebook səhifəsində canlı yayımdayıq. Suallarınızı oradan şərh bölümünə yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də yaza bilərsiniz. Bugünkü qonağımız Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyevdir. Bəxtiyar bəy, salam, xoş gəlmisiniz. Xoş gördük. Mövzumuzu qeyd edim. Azərbaycan Dəmir Yollarının 145 illik inkişaf yoluna nəzər salacağıq. 13 oktyabrda Dəmir Yolçular Peşə Bayramlarını qeyd etdi. Bu münasibətlə ilk olaraq sizi təbrik edirəm, həmkarlarınızı. Həmçinin Azərbaycan Dəmir Yollarının 145 illiyi qeyd olunur bu il, səhv etmirəmsə. Gəlin əvvəlcə Dəmir Yollarının yaranma tarixindən, inkişaf mərhələsindən danışaq. Buyurun. İlk növbədə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Təbrikə görə də bütün dəmir yolçular adından minnətdarlığımı bildirirəm. Bəli, 145 illik. Təbii ki, biz həm izləyicilərimizi artıq, həm də dinləyicilərimizi salamlayıram buradan. Təbii ki, dəmir yolları 145 il olsa da, əslində bu 3 əsri əhatə eləyir. 19-cu əsrin sonlarını, 20-ci əsri bütövlükdə və 21-ci əsri. Və fikir versək, bu 145 il Azərbaycanın ən, belə deyək, yaxşı mənada keşməkeşli dövr olub, keçid dövrlər olub və sair vilaxır. Həm iqtisadi baxımdan, həm siyasi baxımdan və sair vilaxır. 1880-ci ildə Azərbaycanda dəmir yolları ilk dəfə yaranır və bunun da əsas səbəbi olur ki, bildiyiniz kimi artıq neft sənayesi bir bum yaşayırdı Bakıda, neft bumu var idi və artıq neftin daşınması ənənəvi üsulla həyata keçiriləndə bu tələbata cavab vermirdi. Deyək ki, əvvəl arabalarda çəlləklərlə, tulublarla daşınırdı, ancaq bu da ki, təbii ki, artan tələbata cavab vermirdi və nəticədə təbii ki, Azərbaycan dəmir yollarının yaranması hardasa 1850-ci illərdə belə bir ideya olub. Lakin xərclərə görə, investisiyaya görə bu həyata keçirilməyib. Lakin artıq tələbat artanda neft daşımalarına və artıq 1870-ci illərdə bu layihə təsdiqlənib və ilk dəfə olaraq 1880-ci il yanvarın 19-da Bakı Sabunçu deməli Suraxanı xətti istifadəyə verilib. Və artıq bununla neft daşımalarına artan tələbatı belə deyək cavab vermək üçün dəmir yolları tam gücü ilə işləyib və çox qısa müddət sonra artıq sərnişin daşıma da başlayıb. Çünki bilirik ki, bir yerdə böyük bir müəssisə qurulursa, mütləq ki, zaman-zaman onun ətrafında insanlar da yaşayır. Elə biraz buna da nəzər salaq. Sərnişin daşıma sahəsində əsas fəaliyyət istiqamətləri. Bəli, elə demək olar ki, dəmir yollarının ilk yükü neft olduğu kimi, onun ilk sərnişinləri də neftçilər olub. Elə bayaq qeyd etdiyim kimi, həmin o Sabunçu, Suraxanı ətrafında olan, Balaxanı ətrafında olan mədənlərdə zaman-zaman həm təbii ki, neftçilərin özünü daşımaq lazım idi, Bakıdan, Sabunçudan və istiqamətdən də zaman-zaman onlar həmin müəssisənin ətrafında məskunlaşdıqca onların ailələrini artıq təbii ki, daşıyırdıq və beləliklə eyni qaydada 1880-ci ildən həm də sərnişin daşımalarını baxmayaraq ki, bugün də əsas fəaliyyət istiqaməti, əsas yükü belə deyək, yük daşımalar olsa da, yaxşı mənada yük daşımalar olsa da Azərbaycan dəmir yollarının, amma eyni qaydada sərnişin daşıma da var, bunu da unutmalıyıq və təbii ki, bu da bizim ən böyük xidmət sahələrimizdən biridir. Elə sərnişin, buyurun. Və 145 ili keçsə də, baxın, Azərbaycan dəmir yolları həm bu 145 ildə həm Azərbaycanın inkişafı ilə bir yerdə irəliləyib, həm də eyni zamanda Azərbaycanın inkişafına təkan verib. Həm sənaye, iqtisadiyyat ümumilikdə, eləcə də mədəniyyətimizdə böyük rol oynayıb, bizim ədəbiyyatımıza təsir edib, incəsənətimizə təsir edib, təsəvvür edin. Gündəlik həyatımıza hətta demək olar ki, dəmir yolları təsir edib. Və dəmir yolçular nə qədər özləri texniki sahədə çalışan əməkdaşlar olsa da, əslində həm də çox yaradıcı insanlardır. Doğrudan da dəmir yolları özlüyündə bəlkə də mən deyərdim ki, həm də bir incəsənətə çevrilmiş çox nadir texniki sahələrdən biridir. Aydındır. Sərnişin daşıma sahəsindən danışdınız. Bu sahədə bəs ən son yeniliklər nədən ibarətdir? Ümumilikdə ilin əvvəlindən gəlsək, nəzərə alsaq ki, 145 illiyimizi bu il ərzində qeyd edirik. İlin əvvəlindən gəlsək, mən deyərdim ki, bu il Azərbaycan dəmir yolları ən çox yeniliyə məhz bu il imza atdı. Sərnişin daşıma sahəsində ötən illərlə müqayisədə təbii ki.
deməli ilin əvvəli yanvarın 3-dən Bakı reysi gecə qatarları artıq istifadəyə verildi. 6 ildən sonra bərpa olundu. Deməli avqustdan öncə iyunun 15-də Bakı-Ağstafa Bakı qatarı 2023-cü ildə bu qatar Gəncədən Ağstafaya qədər uzadılmışdı. Artıq 25-də iyunun 15-də Bakıdan Qazaxa qədər uzadıldı bu qatar. Müasir qatarların artıq Bakıdan Qazaxa qədər hərəkət etmək mümkündür hər gün, hər iki istiqamətdə. Və bu yaxınlarda da bir əlavə oldu. Bu yaxınlardan əlavə Ağdama 32 ildən sonra Ağdama nəhayət ki qatarların fəaliyyəti bərpa olundu. Doğrudan da çox möhtəşəm bir tarix yaşadıq. İlk reysimiz hətta o qədər belə marağa səbəb oldu ki, ilk reys tam doluluqla deməli hərəkət elədi qatarlar və əsasən biz həm də çalışdıq ora Ağdamda olan tanınmış ictimai siyasi xadimləri, mədəniyyət xadimlərini cəlb eləyək. Bəli, onların çoxdan gözlədiyi. Həqiqətən də orada qatarla mən demək olar ilk dəfə idi belə bir mənəvi bir səfər edirdik həm də biz. Orada elə insanlar vardı, indi ad çəkmək istəmirəm, çox idi, birinin adını çəkirəm, birinci yer. Orada elə insanlar vardı ki, onlar qatar travması yaşamışlar və sonuncu dəfə qatarla Ağdamdan gəlmişlər Bakıya və bir də bu qatara minməmişdilər və 32 ildən sonra artıq bəziləri 34-36 ildən sonra qatarla Ağdama qayıtmışlar. Bəziləri ümumiyyətlə sakitcə gözünü yumub o anı yaşayırdılar. Oradan çox qəribə hisslərdi və nəhayət ki Ağdamada bizim qatarlarımız bu il səfər eləyir. Və bu yaxınlarda deməli region daxili qatar. Bu ümumiyyətlə Azərbaycan dəmir yollarında bir tarixi marşrut idi. Çünki bildiyiniz kimi bundan əvvəlki bütün reyslər Bakıdan və Bakı istiqamətdə olub. Məsələn Bakı-Qəbələ Bakı, Bakı-Balakan Bakı, Bakı-Ağdam Bakı. Artıq regionlar arası da. Bəli, artıq region daxili belə deyərdim hətta mən. Gəncədən deməli qatarlar səhər tez 5:45-dən Gəncədən Mingəçevir istiqamətinə hərəkət edir. Mingəçevirdən Gəncəyə qayıdır və Gəncədən Ağstafaya istiqamətində deməli hərəkət edir. Eyni zamanda da saat 16-dan etibarən Ağstafa Gəncə, Mingəçevir Gəncə istiqamətində hərəkətini davam etdirir. Və təbii ki, burada digər istiqamətlərdə də, stansiyalarda da saxlayır. Goranda, Tovuzda, Qovlarda, yəni bu stansiyalarda da qatar orada olan deməli sərnişinlərimizə də xidmət edir. Aydındır. Bəs sərnişin tələbatının yüksək olduğu Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hansı yeniliklər gözlənilir bu yaxınlarda? Ümumilikdə qeyd edim ki, Abşeron dairəvi dəmir yolu üzrə sərnişin daşıma davamlı olaraq artır. Sərnişin göstəriciləri, sərnişin axını artır. Bu səbəbdən biz aprelin 1-də Abşeron dairəvi dəmir yolu sistemi üzrə hərəkətin qrafikini optimallaşdırmışdıq. Belə ki, iş günləri xüsusilə pik saatlarında, iş günlərində sərnişin axını daha çox olduğu üçün aprelin 1-dən deməli reyslər sayını 66-dan 92-yə qədər artırmışdıq. Hətta sentyabrın 15-dən isə bu 104-ə qədər artırıldı. Lakin artıq baxın, keçən ilin sentyabr-oktyabr aylarında orta hesabla 37.000 sərnişin daşınırsa Abşeron dairəvi dəmir yolu ilə artıq bu rəqəm 47.000-i keçib. 47.700. 16 oktyabrda deyərdim ki, rekord qeyd alındı. Rahatlıq olduqca daha çox istifadə edilir. Rahatlıq, maneəsiz səyahət var burada. Yəni səfəri planlaşdırmaq var. Yəni bilirsiniz ki, qatarla filan vaxtda filan stansiyadan minirik qatarı və filan saatda da filan stansiyada enirik. Yəni səfər planlaşdırmaq baxımından da təbii ki, tələbatın artması eyni zamanda bu istiqamətdə yeniliklərə, yeni xəttlərə tələbatı da artırır təbii ki, yeni istiqamətlərə. Bilirsiniz ki, Azərbaycan prezidenti Cənab İlham Əliyev tərəfindən onun sərəncamı ilə təsdiq edilmiş dövlət proqramı var. Bakı şəhəri və ətraf ərazilərin 2025-30-cu illərdə deməli infrastrukturunun, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi haqqında dövlət proqramıdır. Həmin dövlət proqramının həyata keçirilməsi üzrə tədbirات planında Abşeron dairəvi dəmir yolu marşrutunun daha da şaxələndirilməsi var planda. Yəni belə deyək, hazırda 2 xətt mövcuddursa, yəni Bakı-Xırdalan, Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt mövcuddursa, artıq bu xəttlərin bir qədər də artırılması. Yəni əlavə olaraq Binə, deməli Bakıxanov Binə Qala, Yeni Suraxanı Hövsan, eyni zamanda Zabrat-Maşdağa bağlar. Ümumilikdə bu istiqamətlərin bərpası və təbii ki, bu xəttlər boyunca yeni stansiyaların deməli tikintisi, əvvəlkilərin yenidən qurulması ümumilikdə 2025-30-cu illərdə nəzərdə tutulur. Həmçinin 2025-30-cu illərdə təbii ki, xətt varsa qatar da olmalıdır. 20 yeni sərnişin qatarının alınması nəzərdə tutulur.
Aydın Bəxtiyar bəy, təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugünkü qonağımız Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyevdir. Mövzumuzsa Azərbaycan Dəmir Yollarının 145 illik inkişaf yoludur. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Umid mağazalarından möhtəşəm indirim. Neohot su qızdırıcı 24 kW'lıq indi 110 manat deyil, 89 manat. Gülben duş dayaq dəsti 84 manat 90 qəpik deyil, cəmi 58 manat 90 qəpik. Xeyli alış-verişlər. Asan Radyo'da reklam. Şok, şok, şok. 25 kiloqramlıq Fabkim keramika yapıştırıcısı 7 manata değil, 4 manat 90 qəpik. Hər kisədə ustama hədiyyə kuponu var. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Avantdan Şərifzadədə yeni premium layihə, müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də White Box 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Tip sahəsində çalışırsınız? Bank of Bakuda sizə özəl komissiyasız kredit var. İndi tip işçiləri 50.000 manatadək nağd pul kreditini Bank of Bakudan 0% komissiya ilə əldə edə bilər. Ətraflı 145. Bank of Baku. Bank of Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Diqqət, diqqət! Tam Store'da ucuz günlər başladı. 11 oktyabrdan 10 manat və üzəri alışverişdə soğanın 1 kiloqramı 19 qəpik, kartofun 1 kiloqramı 59 qəpik, kələmin 1 kiloqramı 68 qəpik olacaq. Tam Store. Meyvə və tərəvəz bizim işimiz. Qış macəralarına hazırsınızmı? Lexus sizə möhtəşəm fürsət təqdim edir. Mühərrik yağı, yağ filtri, ön şüşə təmizləyici maye, şüşə silənlər, salon hava filtri, əyləc bəndləri, əyləc diskləri, rezin ayaqaltılar, yük bölməsi örtüyü, xizək daşıyıcı, dam üçün yük qutusu və külək önləyici. Bütün bu orijinal ehtiyat hissələri və aksesuarlarında 25% endirim, akkumulyatorlarda isə 15% endirimdən yararlanın. Sizin təhlükəsizliyiniz bizim prioritetimizdir. Kampaniya 31 dekabra dək keçərlidir. Yalnız Lexus Bakı mərkəzində. Bir anlıq təsəvvür edin, dənizin sahilində şəxsi villanız. İndi isə təsəvvür edin ki, bu villa sizindir. İnanmağınız gəlmir? Sibris bu xəyalı gerçək etməyə qadirdir. 31 oktyabra kimi xüsusi şərtlərlə sahəsi 230 və 290 kvadrat metr olan şəxsi evlər sizin ola bilər. 5% ilkin ödəniş edirsiniz, qalanını isə 48 aya qədər bölüb hissəli ödəyirsiniz. Ətraflı məlumat üçün 840. BP Qarabağ layihəsi üçün seysmik tədqiqat proqramına aid ətraf mühitin təsirinin qiymətləndirilməsi sənədinin layihə variantını ictimaiyyətə təqdim edir. Sənədin nüsxələri və rəy formaları BP-nin baş ofisində və müxtəlif ünvanlarda, eləcə də bp.com Azərbaycan saytında yerləşdirilib. Sənədlə bağlı öz rəy və təkliflərinizi 15 noyabr 2025-ci il tarixinədək bildirməyiniz xahiş olunur. Şəhərin qəlbində Elmlər Akademiyası metrosunun qarşısında yerləşən premium yaşayış kompleksi Park Akademi. Tam hazır binada çıxarışlı mənzillər. Hər mərtəbədə cəmi 2 mənzil. Park Akademi. Prestij və rahatlıq bir arada. Ətraflı 010 414 1010. Asan Radyo'da reklam. 050 60 06 100.
29 oktyabradək Bravoda super qiymətlər sizi gözləyir. 2 litrlik yonca qarğıdalı yağı 9 manat 89 qəpik. 450 qramlıq armudu Ceylon çayı 8 manat 99 qəpik. Keyfiyyətli məhsullar üçün Doğru seçim. Asan Radyo və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim edir. Bir sual, bir cavab. 2025-ci il üçün yaşayış minimumu nə qədərdir? 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Asan Radyo və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim etdi. Bir sual, bir cavab. Rəqəmsal dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugünkü qonağımız Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyevdir. Mövzu isə Azərbaycan Dəmir Yollarının 145 illik inkişaf yoludur. Növbəti sualım Azərbaycan Dəmir Yollarında sərnişin daşıma sahəsində rəqəmsal həllərin tətbiqinə üstünlük verilib-verilməməsidir. İndiyə qədər hansı rəqəmsal layihələr həyata keçirilib və nəticə necədir bugün olan? Xüsusilə də qeyd edərdim ki, 2023-cü ildən Azərbaycan Dəmir Yollarında rəqəmsal həllərin tətbiqi genişlənib. O cümlədən təbii ki, sərnişin daşıma sahəsində elə 2023-cü ilin yayında Abşeron dairəvi dəmir yolu sistemi üzrə kağız biletlər tamamilə dayandırıldı. Artıq bizim sərnişinlərimiz həm fiziki kartlarla, həmçinin bank kartları ilə, eyni zamanda deməli AD Mobile tətbiqi ilə deməli ödənişlər edə bilərlər. AD Mobile tətbiqi də 2023-cü ildə istifadəyə verildi və burada artıq üstünlükləri çoxdur. Eyni zamanda 3% cashback var. Dostların bu mobil tətbiqi yükləməyə çağırırsansa, orada müəyyən bonuslar var və digər istiqamətdə bəyənmə var, rəy sorğusu var. Bunlar hamısı AD Mobile sırf ona hesablanıb ki, insanlar daha çox rəqəmsal həllərdən istifadə etsinlər. Həmçinin burada məqsədlərdən biri odur ki, qeyd etdim ki, əvvəlcə onun 300 mindən çox artıq istifadəçisi var AD Mobile-ın və bu arta-arta gedir təbii olaraq. Və eyni zamanda bəzən sual verirlər ki, niyə digər nəqliyyat vasitələrinin fərqi olaraq mən yanımda olan dostumu, ailə üzvünü keçirdə bilmirəm kartla. Burada məqsəd odur ki, Azərbaycan Dəmir Yollarında, çünki bildiyiniz kimi Azərbaycan Dəmir Yollarında məsafədən məsafəyə hesablanır. Digər ictimai nəqliyyat növlərindən fərqli olaraq məsafədən məsafəyə hesablanır gediş haqqı. Yəni bugün Azərbaycan Dəmir Yollarında Abşeron dairəvi dəmir yolu sistemini desək, 40 qəpikdən 1 manat 20 qəpiyə qədər dəyişir gediş haqqı və əgər mən tutaq ki, Bakı dəmir yolu vağzalından qatarla Zabrat 1-ə qədər gedirəmsə, siz isə Sumqayıta gedirsinizsə, və təbii ki, burada qiymətlər fərqlidir. Mən sizin əvəzinizə vura bilmərəm kartı. Burada belə bir sistem var ki, siz düşdüyünüz stansiyada bir daha yaxınlaşdırırsınız kartı və ondan sonra artıq sizin balansınızdan məbləğ çıxılır. Yəni bəli, siz düşdüyünüz stansiyada kartı yaxınlaşdırmasanız bilinməyəcək ki, siz harda düşübsünüz, yəni hesablanma aparılmayacaq. Yəni belə bir məsələ var. Yəni bu da təbii ki, daha rahat istifadə. Bu gün demək olar sərnişinlərin də böyük əksəriyyəti məhz o bank kartları ilə, eyni zamanda NFC xidmətindən istifadə edərək gediş haqqlarını ödəyirlər. Eyni zamanda AD Mobile tətbiqi həm də ona imkan verdi ki, təsəvvür edin ki, 2024-cü ildə 60%-dən çox, deməli, ondan əvvəl hətta 60%-ə qədərdir. 60%-dən çox onlayn bilet alındısa, ümumilikdə bilet satışının 60%-dən çoxu onlayn biletdən paylaşılırsa, bugün artıq bu göstərici 80%-ə yaxınlaşır. Və təsəvvür edin, hətta bunu gizli etməyək ki, bəzi xüsusilə rayon yerlərində, bəzi rayonlarda dəmir yol vağzalları rayon mərkəzlərinin bir qədər aralıdır. Və insan taksidənmi, avtobusdan istifadə edir, gəlir dəmir yol vağzalında biletini alır, qayıdır, təzədən eyni qaydada. Bilet satışı yalnız fiziki olaraq stansiyalarda satılır. Stansiyalarda, Gəncə və hazırda Bakı dəmir yol vağzalında. Lakin göstərici də artıq belə deyək də bu bir növ müasir dövrün tələbidir. Və artıq elə bir statistika göstərdi ki, Bakı və Gəncəni çıxmaq şərti ilə yerdə qalan deməli hardasa 8% kağız bilet satışının digər rayonlarda olan kassaların üzərində düşür. Yəni artıq insanlar
rahat oturduğu yerdə biletini ala bilirsə, düşünür ki, niyə mən gedim deməli vağzala, vaxtımı itirim, əlavə nəqliyyat xərcini itirim və doğrudan da AD Mobile və həmçinin burada əlavə olaraq veb sayt üzərindən də əsaslı rayonlar istiqamətlərdə bilet satışı təbii ki, həyata keçirilir. AD Mobile-in imkanları genişdir. Bayaqki suala qayıdıram ki, rəqəmsallaşma ilə bağlı bəzən həmin ki, məsələ bunu elə fürsətkən mən deyirlər ki, keçirdə bilmirəm ailə üzvümü və ya dostumu. Əslində AD Mobile tətbiqi ilə bunun çox rahat bir həll yolu var. Siz AD Mobile tətbiqindən 8 nəfərə qədər sərnişin üçün bilet alıb, onlara QR kodu göndərə bilərsiniz. WhatsApp üzərindən və digər. Bəli, mən şəxsən bunu o QR kodunu istifadə edib keçib gedə bilər. Yəni əslində bu həll yolu mümkündür. Və bir dəfə sistemdə yaddaşda qalır, ondan sonra istədiyim vaxt, yəni çox sadədir, mən bunu yoxlamışam. Bəli, o cümlədən də veb sayt üzərindən, eyni zamanda bəzən deyirlər ki, təbii ki, yaşlı nəsil olur, o öyrəşiblər artıq kassadan ənənəvi şəkildə. Bəli, çoxsu mobil telefon işlətmir. Bəli, amma Allah şükür hamısının övladı var, nəvələri var, yəni qardaşlarının, bacılarının övladları var və bir nəfər 8 nəfərə qədər hətta yaddaşa vurmağa daha rahat ola bilər o qeyd etdiyiniz kimi. Sayt üzərindən 8 nəfərə qədər bilet ala bilər. Yəni burada sırf budur, sərnişin yönümlü hesabı. Eyni zamanda mən burada Wi-Fi xidmətini deyərdim ki, artıq ötən ildən bilirsiniz Wi-Fi xidməti istifadə verilib. Həm rayonlar arası istiqamətdə hərəkət edən qatarlarda, eyni zamanda bir sıra stansiyalarda. Yəni bundan əvvəl bir qədər daha çətin idi internet əlaqəsi. Bu gün xeyli təkmilləşdirilib və bu istiqamətdə də daha da təkmilləşdirilməsi istiqamətində iş aparılır. Eyni zamanda bu bitmir təbii ki, bu rəqəmsal əllər və artıq hazırda bu sistem üzərində deməli test aparılır ki, xüsusilə bilirsiniz pik saatlarında əsas stansiyalarda, xüsusilə Bakı Dəmir Yolu Vağzalında, Sumqayıt Vağzalında turniketlərdə bir sıxlıq yaranır. Və bu sıxlıq həm də bir qədər bəzən sərnişin məlumatsız olur, kartı düz vurmur. Orada bilirsiniz, həm AD Mobile tətbiqinin hissəsi var, həm fiziki kartlar üçün, həm bank kartları üçün müvafiq bölmələr var turniketlərdə. Və bu deyək ki, sərnişin orta hesabla 5 saniyə keçməlidirsə, 3 saniyə keçməlidirsə. Bəli, çoxsu bir də dayanır orada axtarır bileti. Artıq bəli, bu tıxac deyək, növbələrə səbəb olunur və sıxlığa səbəb olunur turniketlərdə. Lakin artıq SimaPay vasitəsilə, üst tanıma sistemi vasitəsilə hazırda bunun test aparılır. Bu keçid minimuma deməli düşəcək. Yəni artıq 1-3 saniyə ərzində bir sərnişin turniketdən keçə biləcək. Və bu da artıq turniketlərdə, xüsusilə pik saatlarında həmən sıxlıqların, növbələrin tamamilə olmasa da, amma kifayət qədər aradan qaldırılmasına təkan verəcək. Təbii ki, sərnişin daşıma ilə bitmir, yük daşıma ilə də rəqəmsallaşma əlləri var. Yəni ətraflı danışa bilərlər. Bəs hansı iri miqyaslı nəqliyyat layihələri həyata keçirilir? Nəzərə alsaq ki, Azərbaycan ərazisindən beynəlxalq dəhlizlərin bir hissəsi keçir. Yəni şərq-qərb və orta dəhliz üzrə Azərbaycan Bakı limanından Ələt deməli stansiyası və Böyükəsi istiqamətində şərq-qərb dəhlizinin mühüm segmenti olan bir hissə Azərbaycan üzərindən keçir. Eyni zamanda şimal-cənub dəhlizi üzrə deməli Yalamadan Astaraya qədər xətlər Azərbaycan üzərindən keçir və Azərbaycan özü də bu dəhlizlərin inkişafında maraqlıdır. Tranzit daşımaların həcminin artırılmasına maraqlıdır və bu istiqamətdə davamlı olaraq iş aparılır. Hazırda deməli Sumqayıt şimal-cənub dəhlizi üzrə Sumqayıt Yalama istiqamətində işlər davam etdirilir. Burada deməli işlərin böyük əksəriyyəti artıq bitib. 90%-dən çoxu ilin sonuna qədər Sumqayıt Yalama dəmir yol xəttinin deməli orada yenidən qurulma işləri, təmir işləri tam başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda Ələt Osmanlı Astara istiqamətində təmir işləri davam etdirir. Hazırda Ələt Osmanlı hissəsindədir. Deməli o istiqamətdə də işlərin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır. Əlavə olaraq deməli Böyükəsi istiqamətində dəyişən cərəyana keçid işləri davam etdirilir. Bu yaxınlarda Ucar Hacı Qabul hissəsində dəyişən cərəyan sisteminə, sabit cərəyandan dəyişən cərəyan sisteminə keçid başa çatdı. 2026-cı ilin əvvəlindən deməli Hacı Qabul Bakı istiqamətində dəyişən cərəyan sisteminə keçid üzrə işlər başlanılacaq. Eyni zamanda bildiyiniz kimi Qarabağda çox böyük layihələr var. Artıq onun biri, yəni Bərdə-Ağdam dəmir yol xəttinin layihələndirilməsi, tikintisi başa çatdı. Qatarlarımız Ağdama qədər gedir, bayaq qeyd etdim. Ümumiyyətlə bəs işğaldan azad olunmuş ərazilərdə hansı işlər görülür? Yəni o istiqamətdə yeni reyslərin açılması gözlənilirmi?
işğaldan əvvəl bir layihəni də qeyd edim ki, Buyurun, bəli. Naxçıvan dəmir yollarında hazırda bildiyiniz kimi Zəngəzur dəhlizi vasitəsilə ümumilikdə Azərbaycan dəmir yol şəbəkəsinə bağlanacaq Naxçıvan Muxtar Respublikasının dəmir yollarında layihələndirmə işləri davam etdirilir. İlin sonu gələn il əvvəlinə qədər bu işlərin başa çatdırılması və ardınca artıq tikinti işlərinin deməli davam etdirilməsi planlaşdırılır. O ki qaldı işğaldan azaldılmış, bəli, bu istiqamətdə doğrudan da böyük layihələr həyata keçirilir. Bayaq qeyd etdim, Bərdə-Ağdam layihəsi bitdi və nəticəsi olaraq artıq Ağdama biz qatarla gedib gələ bilirik həftənin şənbə günləri. Eyni zamanda mayın 10-da Cənab Prezident tərəfindən açılış oldu, deməli Ağdam dəmir yolu və avtovağzal kompleksinin və bu xəttin ardı davam olaraq Ağdam-Xankəndi dəmir yol xəttinin layihələndirilməsindən sonra tikinti işlərinə başlanılacaq. Eyni zamanda Xankəndidə Ağdam dəmir yolu və avtovağzal kompleksi kimi dəmir yolu və avtovağzal kompleksi tikiləcək. Bu Ağdam-Xankəndi dəmir yolu xətti həm də yeni kompleksin tikintisi işlərinin 2026-cı il sonlarında baş çatdırılması planlaşdırılır. Və burada unikallıq ondan ibarətdir ki, Azərbaycan nəqliyyat tarixində demək olar ki, ilk dəfə həm dəmir yolu, həm də avtovağzal bir nöqtədə xidmət göstərəcək. Bu da doğrudan da bəli, çox əlçatanlığı, yəni daha əlçatan olacaq artıq nəqliyyat, xüsusilə regionlarda. Nəqliyyat hubuna çevriləcək. Bəli. Zəngəzur dəhlizini qeyd etdiniz az öncə. Horadiz-Ağbənd layihəsinin bu dəhlizin həyata keçirilməsi baxımından bəs önəmi nədir? Bəli, doğrudan da Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən böyük layihə Horadiz-Ağbənddir. Təsəvvür edin ki, burada 500-dən çox, 553 süni mühəndis qurğusu tikilir və davam edir bu xətt üzrə. Yəni körpülər, keçidlər, dəmir yol tunelləri, Azərbaycanın ən uzun dəmir yol tuneli 1070 metr, 71 metr Ağbənddə tikilir bu xətt üzrə. Eyni zamanda ən uzun körpüsü 771 metr buradadır. Yəni çox mürəkkəb mühəndis əlləri var burada. Eyni zamanda burada relyef çətindir. Relyefə görə bəzi sahələrdə qazma işləri partlatma üsulu ilə həyata keçirilib. Artıq qeyd etdiyim ən uzun dəmir yol tunelinin tikintisi başa çatmaq üzrədir. Eyni zamanda nəzərə alaq ki, bu yolun həm də mürəkkəbliyi onun ərazinin iqlimi ilə bağlıdır. Kəskin isti, qızmar isti, kəskin soyuq. Amma buna baxmayaraq işlər davam edir. 70%-ə qədər artıq Horadiz-Ağbənd dəmir yol xəttinin tikintisi işləri başa çatdırılıb. 90%, 85% təqribən deməli layihələndirmə işləri başa çatıb. Bu yol bizi Zəngəzur dəhlizinə aparacaq, birləşdirəcək və ya bu yol özü Zəngəzur dəhlizinin Azərbaycan hissəsidir, belə də deyə bilərik. Və Naxçıvan Muxtar Respublikası ilə birləşdirən. Bəli, bildiyiniz kimi avqustun 8-də Cənab Prezidentin Vaşinqtona səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı mühüm razılaşma əldə olundu və bu xəttin əslində məsafə olaraq uzun da deyir, 42 kilometrdir. Bu 42 kilometr bərpa olunduqdan sonra təbii ki, eyni zamanda bayaq qeyd etdiyim kimi Naxçıvan dəmir yolları da yenidən qurulacaq gələn ildən etibarən və Türkiyə tərəfdən də deməli Qars-İğdır xətti, Naxçıvan xətti birləşir Naxçıvana və artıq bu xəttlər tam başa çatandan sonra təmiri təsəvvür edilir ki, Azərbaycan ərazisindən orta dəhliz üzrə çox mühüm ikinci bir xətt açılacaq. Bayaq qeyd etdiyim Bakı Böyükəsik Tiflis-Qars xəttindən, eyni zamanda Tiflisdən Batum Poti limanlara gedən xəttdən başqa, həm də əlavə olaraq Osmanlı deməli məntəqəsinə ayrılan Zəngəzur dəhlizinə bir yol açılacaq. Deməli Ələt, Osmanlı, İmişli, Horadiz, Ağbənd, Zəngəzur dəhlizi, Naxçıvan. Bu həm Azərbaycanın üstünlüyüdür, Azərbaycana əlavə təbii ki, əgər nəqliyyat yolları varsa, yüklər varsa, əlavə gəlirlər var. Azərbaycan üçün əlavə tranzit imkanları da eyni zamanda nəinki Azərbaycan üçün, həm də nəzərə alsaq ki, Zəngəzur dəhlizi həm də şimal-cənub dəhlizinə bir dəstəkdir. Osmanlıdan xətt ayrılacaq, Osmanlıya qədər də şimal-cənub dəhlizinin bir hissəsi gəlir. Həm Azərbaycan qonşularına, həm də bütün əlbəttə, dünyaya, qonşulara, regiona, bütün dünyaya, yəni nəzərə alsaq ki, şərq-qərb demək olar bütün dünyanı birləşdirir. Çindən Avropaya qədər uzanan bir xəttdir. Və görün, ilk baxışdan xəritədə kiçik görünən bir yol nə qədər böyük əhəmiyyət daşıyır, nə qədər o arada olmayan zəncirləri birləşdirir. Aydındır. Bəs Azərbaycan dəmir yolları Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı üçün hansı addımlar atır bugün? Bəli, ilk növbədə xüsusilə də nəzərə alaq ki, orta dəhliz üzrə Çinlə, Mərkəzi Asiya ilə, başda Çin olmaqla, lakin böyük işlər görülür. Çin şirkətləri və davamlı görüşlər aparılır və iyul ayında Azərbaycan dəmir yolları nümayəndə heyətinin böyük bir səfər oldu Çinə.
Deməli orada Çinin Sian limanında Azərbaycan Dəmir Yolları nümayəndəsi təyin edildi. Eyni zamanda Azərbaycan Dəmir Yollarının əməkdaşlarına Sianın quru limanının sisteminə giriş verildi. Həmçinin orada konteyner meydançası açıldı Azərbaycan Dəmir Yollarına məxsus. Nəzərə alaq ki, Sian limanı Azərbaycan üzərindən orta dəhliz üzrə Avropaya göndərilən yüklərin əsas demək olar çıxış nöqtəsidir. Və burada belə bir imkanlara sahib olmaq həqiqətən də Azərbaycan Dəmir Yollarına, Azərbaycan ümumilikdə A nöqtəsindən artıq yüklərin belə deyək əməliyyatlara həm yaxşı mənada müdaxilə etmək, nəzarət etmək imkanı verir. Bu da ümumilikdə yüklərin demək yük daşıma əməliyyatlarının səmərəliliyinə, onun sürətinin artırılmasına imkan verir. Və təbii ki, Orta Asiya ölkələri, Mərkəzi Asiya ölkələri, başda Qazaxıstan olmaqla mühüm işlər aparılır. Artıq Gürcüstan, Azərbaycan və Qazaxıstan arasında birgə müəssisə var, orta dəhlizin inkişafı üzrə və bu müəssisəyə artıq Çinin şirkətlərindən biri də qoşuldu. Bu da həmin birgə müəssisənin imkanlarının daha da artırılması deməkdir. Eyni zamanda orta dəhliz tək Qazaxıstan yox, həm də Mərkəzi Asiyanın cənubundan keçən Avrasiya nəqliyyat marşrutu deyilən bir marşrut var. Artıq bu marşrutun da inkişafı üzərində Azərbaycan Dəmir Yolları iş aparır. Elə ötən il bu marşrutun təsisi ilə bağlı bir tədbir də keçirildi Bakıda və artıq marşrutun tam təsis olunması istiqamətində işlər gedir, həmçinin hüquqi çərçivədə və bu da artıq orta dəhlizin özünün imkanlarının artırılmasıdır və eyni zamanda bu proses davam edir şimal-cənub istiqamətində. Bayaq qeyd etdiyim iki istiqamətdə dəmir yollar təmir olunur. Eyni zamanda Yalama stansiyasının tikintisi, Astara terminalının tikintisi artıq ola bilər ki, ilin sonu bitsin. Astara terminalında işlər İran ərazisində deməli icarəyə götürülən Astara terminalından söhbət gedir. Bildiyiniz kimi Astara, Azərbaycan Astara stansiyasından İranın deməli Rəşt şəhərinə qədər bir xətt qırılğı yaşanır. Lakin artıq bu yaxınlarda keçirilən rəsmi görüşlərdə razılıq əldə olundu ki, o ərazidə deməli Rəşt Astara istiqamətinə dəmir yolu bərpa olunsun İran tərəfində və artıq bu Astara terminalının orada olması eyni zamanda bu istiqamətdə yüklərin yük daşıma, yük aşırma əməliyyatlarının daha da sürətlənməsinə imkan verir. Eyni zamanda böyük layihələrdən biri, layihələrdən demişkən daha böyük görüləcək işlərdən Bakı limanıdır. Onunla da bağlı bu da böyük bir işdəsində. Bəli, bu yaxınlarda cənab prezidentin fərmanı ilə Bakı limanı ADİ-yə birləşdi. Bəli. Bəs bu inteqrasiya ümumilikdə yük daşımalarına, yük əməliyyatlarına necə təsir göstərəcək? Ümumilikdə orta dəhlizdən danışdıq. Mən istəyərdim belə deyək, statistika lazımdır. Çünki statistika görülən işin nəticəsidir. Yəni sözlərlə bitməməli təbii ki, bu əsaslandırmalar. Bu ilin 9 ayında Azərbaycan Dəmir Yolları ilə deməli blok qatar 296 blok qatar qəbul edilib. Və təsəvvür edin ki, ötən ilin analoji dövründən müqayisədə bu kifayət qədər yüksək göstərici, 30%-dən çoxdur. Eyni zamanda TÜ anlayışı var, 20 ekvivalentində konteyner daşımaları. Bu da 103 mindən çox TÜ konteyner yük daşınıb. Bu da kifayət qədər böyük göstərici ötən 9 ayı ilə müqayisədə 20%-dən çox artımdır. Eyni zamanda Bakı limanı bildiyiniz kimi cənab prezidentin fərmanı ilə qeyd etdiniz. Bakı limanı Azərbaycan Dəmir Yollarına birləşdirildi. Bu xüsusilə əməliyyatların vahid mərkəzdən idarə olunması, sürətli idarə olunması, eyni zamanda səmərəliliyin artırılması baxımından mühüm qərardır həqiqətən də. Kommunikasiyanın. Bəli, kommunikasiya baxımından və bu artıq öz nəticəsini rəqəmlərdə də göstərir. Artıq deməli bu ilin 9 ayında limanda aşırılan yüklərin həcmi 6 milyondan çox oldu. Bu da son 22 ildə Bakı limanında ən böyük göstəricidir. Eyni zamanda bu konteyner TÜ aşırılmalarında da özünü göstərir. 40%-dən artıq deməli artım var 9 ayda. Və təbii ki, bu yaxınlarda da deməli Bakı limanında vahid keçid mərkəzi istifadəyə verildi. Əgər bundan əvvəl burada həyata keçirilən yük daşıma əməliyyatları, sənədləşmə işləri və digər məsələlər təsəvvür edin ki, qurumlar hərəsi bir nöqtədə idisə, deyək ki, Dövlət Sərhəd Xidməti, Gömrük Xidməti, Miqrasiya Xidməti, Azərpoçt və digər, eyni zamanda ekspeditor şirkətlər artıq vahid keçid mərkəzində bir nöqtədə birləşiblər. Və bu əməliyyatların daha da sürətli, səmərəli olması üçün bu cür yanaşmalar, yeni yanaşmalar tətbiq olunur və bu davamlı olaraq həyata keçiriləcək.
Verilişin əvvəlində biz bir çox kanallar qeyd etdik ki, dinləyicilərimiz də bizə suallar ünvanlasın. Ayşə adlı dinləyicimiz yazıb, yubanmalara səbəb nədir? Sualı bir qədər konkretləşdirim mən. Yəqin ki, şəhər daxili. Bəli, yəni şəhər daxili yubanmalar xüsusən pik saatlarda olur. Ümumiyyətlə qeyd edim ki, Azərbaycan dəmir yollarında uzun müddətli yubanmalar qeydə alınmır demək olar ki, yəni çox az hallarda olur. Hər hansı bir hadisə baş verərsə, ya ümumilikdə bir texniki bir problem olarsa, infrastrukturda və ya qatarda, o zaman olur. Amma ümumilikdə pik saatlarında 2-3, bəzi hallarda 5 dəqiqə qədər gecikmələr olur. Bu da xüsusilə pik saatlarında sərnişin sıxlığı ilə bağlıdır. Düzdür, Abşeron dairəvi dəmir yolu stansiyasında bəzi stansiyalarda hətta qatarın dayanma vaxtı 30 saniyədir. Lakin pik saatlarında biz nəzərə alırıq ki, sərnişinlər çox, qatar sayı, yəni 2 dəqiqədən bir deyil. Deyək ki, metroda olduğu kimi. Ona görə bütün sərnişinləri mindirməyə çalışır maşinist və eyni zamanda da bu sərnişin minməsə qatarın qapıları bağlanmır. Çünki bu da az göstərici deyil ki, qatarın qapılarında sıxlıq vaxtı qapıların bağlanmasına imkan verməyəndə təzyiq olanda qapılar artıq bloklanır və artıq qatarın da təzədən belə deyək, onun sistemini artıq yenilənməsi 5 dəqiqə, 10 dəqiqə vaxt aparır. Və Abşeron dairəvi dəmir yol sistemində hərəkət qrafik elə sıxdır ki, təsəvvür edin bir qatarın hərəkətində deyək ki, 2 dəqiqə, 3 dəqiqə bu və digər səbəblərdən, sadaladığım eyni zamanda səbəblərdən qatar dayanırsa, bu artıq domino effekti verir və digər qatarların hərəkətinin bir qədər yubanmasına səbəb olur. Yəni bu qısa müddətdə əslində yubanmalardır və xüsusilə də pik saatlarında və müxtəlif səbəblərdən ola bilər. Orxan adlı dinləyicimiz isə yazıb ki, sürət qatarları sürətlidir. Deyirlər Çində 150 ilə gedir. Çində daha çox gedir. Bəs bizdə neçə ilə gedir? Daha çox gedir. Sürətə təsir edən amillərdən bir neçəsini qeyd edeyim. Bayaq sürətə qeyd elədim, eyni zamanda burada hadisələr də var. Bu qatar qarşısına qəfil insan çıxması var. Bəli, təəssüf ki. Bəli, təəssüf ki. Nəzarətsiz buraxılan malqaranın qatarın qarşısına çıxması var. Belə hallar da var təbii ki. O ki qaldı bu sualımıza. Ümumiyyətlə mən çox istərdim ki, bir qədər bu sualı verməzdən öncə sərnişinlər bir qədər baxsınlar dünya dəmir yol nəqliyyatında, dünya ölkələrində vəziyyət necədir. Yüksək sürətli qatarları biz qeyd edirik. Lakin nəzərə alın ki, yüksək sürətli dəmir yolu infrastrukturu heç də dünyanın bir çox ölkələrində yoxdur. Çində var, Yaponiyada var, İspaniyada var. Lakin hətta dünyanın bir çox inkişaf etmiş ölkələrində dəmir yolu infrastrukturuna biz yüksək sürətli deyə bilmərik. Sürət qatarı deyirik amma. Sürət qatarı, bu da standartlardır. Məsəl üçün, Abşeron dairəvi dəmir yol sistemindəki qatarlara sürət qatarları deyilir. Çünki bunların sürəti 90-a qədərdir. Eyni zamanda Bakı-Balakən qatarının sürəti 90-a qədər hesablan olduğu üçün buna deməli sürət qatarı deyirik. Lakin sürət 90-dan keçirsə, buna sürətli qatarlar deyirik. Məsəl üçün biz Bakı-Qəbələ, Bakı-Ağdam, eyni zamanda Bakı-Qazax qatarlarına sürətli qatarlar deyirik. Çünki bu istiqamətdə qatarın özünün, müasir qatarların konstruktiv sürəti, ümumiyyətlə mexaniki sürəti buna imkan verən sürət 160-dırsa, təhlükəsizlik məqsədi ilə sürət 140 təyin edilib, maksimal sürət. Və bu gün Bakıdan deyək ki, Gəncəyə gedən sərnişin o sürəti monitorda görə bilər. Bəli. 140 ilə getir. Bu əslində belə deyək, Bakı-Gəncə magistralını hesablasaq 140 ilə gedişə imkan vermir avtomobillərdə, 100-dür. Amma qatarlar 140-a qədər gedir. Yəni kifayət qədər. Bəzən deyə bilərlər ki, mən Gəncədən avtomobillə daha sürətli gedirəm. 3 saat, 3 saat yarıma, 3 saata gedə bilirəm. Təbii ki, bu həm sərnişin məsələsidir, həm də ki, nəzərə alın ki, qatarlar dayanır stansiyalarda. Düzdür. Ucarda dayanır. Məsəl üçün Bakıdan Qazaxa qədər gedən qatar görün nə qədər stansiyada dayanır. Ucar, Ləki, Gəncə, Goran, Qovlar, Dəllər, Tovuz, eyni zamanda Qazax, Ağstafa və bu stansiyalara yaxınlaşdıqca, eyni zamanda hətta qatar əgər sərnişin minib düşmürsə stansiyada, yük stansiyasıdırsa, istənilən anda təhlükəsizlik məqsədi ilə qatar sürəti azaldır stansiyaya çatanda. Deyək ki, Kürdəmir, Hacıqabul stansiyasında. Hər dəfə dayananda o sürət aşağı və təbii ki, və qatar avtomobildən fərqli olaraq tez bir zamanda yığmır. Bəs gözləyir sərnişinləri? Əlbəttə, yəni stansiyalardan... Yəni bilet alıb, tutaq ki, orada aydındır, gözlə görülür ki, sərnişin hələ gəlməyib. 1-2 dəqiqə, neçə dəqiqə bu gözləmələr olur? Ümumiyyətlə, sistem belədir ki, rayonlar arası istiqamətlərdə hərəkət edən qatarlarda sərnişin 1 saat qeydiyyat açılır,
Tutaq ki, Bakı-Qazax qatarı 8-də başlayır hərəkətə, saat 7-dən qeydiyyat açılır. 7:55-ə qədər bu qeydiyyat davam edir. Qeydiyyatdan keçir və yerində 7:55-dən sonra artıq qeydiyyat bağlanır, çünki artıq qatarın yola düşməsinə hazırlıq lazımdır. 5 dəqiqə risk ola bilər. Əgər 5 dəqiqə ərzində biz qeydiyyat açıq qoysaq, qatarın gecikməsinə səbəb ola bilər. Aydın, bir də Fərid adlı dinləyicimiz yazıb, niyə qatar yolları çəpərlənmir? Maraqlı sualdır. Qatar yolları əslində çəpərlənir. Çəpərlənsə təsəvvür edirəm nə olar. Bilirsiniz, yəni belə təsəvvür eləyə bir nəzərə olaraq dəmir yolu keçir bir neçə şəhərdən və bütün dəmir yolu boyu sağ-sol tərəflər hamısı çəpərlənir və qəsəbələr, şəhərlər hamısı 2 yerə bölünür. Və eyni zamanda bu olsa gərək onda müxtəlif keçidlər tikilsin, hər 10 metrdən, 50 metrdən, 100 metrdən bir. Bu da kifayət qədər əsassız xərclərdir əslində. Eyni zamanda bu o yerlərdə, xüsusilə Abşeron dairəvi dəmir yolunda çəpərləmələr həyata keçirilir, var. Hardakı sərnişin məskunlaşma sıxdır, dəmir yollarına daha yaxındırsa, orada çəpərləmələr var. Təhlükəsizlik baxımından. Bəli, eyni zamanda keçidlər var, amma çox təəssüflər olsun ki, sərnişinlərimiz bəzən yollarını qısaltmaq üçün bu çəpərləmələri kəsirlər və qadağan olunmuş yerlərdən keçirlər. Ki, bu da onların və çox təəssüf ki, bəzən həyatını təhlükəyə atır. Bir növ belə deyək, yollarını qısaltmaq üçün ömürlərini qısaldırlar. Çox təəssüf edirik. Hər zaman buradan sərnişinlərimizə üz tuturuq ki, qatar yolunu yalnız və yalnız müəyyən edilmiş yerlərdən, keçidlərdən keçin. Çünki qatarın yolu birdir. Və o yol qatarındır. Sürətini azalda bilmir həmin Eyni, dəqiqə. bəli, qatarın bəzən hətta mən deyərdim ki, yağışlı havada 1 kilometrə qədər tormuz məsafəsi var. Təsəvvür edin, yəni sürüşür reyslərin üzərində gedir. Onun tez bir zamanda sürəti yığmaq imkanı yoxdur və eyni zamanda qatar o dərəcədə qəfil tormuzlama aparanda sərnişinlər üçün bu təhlükəlidir. Qatarın reysdən çıxmaq, yəni təhlükəsi var, riski var. Yəni bu doğrudan da bəzən adama belə bir kiçik görünə bilər, ancaq Allah eləməsin deyə belə bir hadisə yaşansa, görün bir nəfərə görə nə qədər sərnişin həyatı təhlükəyə atılacaq. Və bunlar doğrudan da nəzərə alınmalıdır. Sərnişinlərimiz müəyyən edilmiş yerlərdən keçməlidir və eyni zamanda nəzərə alınmalıdır ki, müasir qatarlar sürətlidir. Uzaqda görünsə də an etibarilə sizin qəfil tormuzlama sizin yanınızda olur və hətta bir məqamı da qeyd edim ki, çox təəssüf ki, bəzən sərnişinlərimiz qulaqlarında qulaqlıqla keçirlər və qatar siqnal versə də eşitmirlər. Əllərində telefon baş aşağı keçirlər. Bu da çox təəssüf ki, bəzən pis sonluqla nəticələnir. Bəxtiyar bəy, təşəkkür edirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Sonda yenə sizi və sizin həmkarlarınızı, dəmir yolçuları peşə bayramı münasibətilə təbrik edirik. Biz də bütün dəmir yolçular adından bu ayırdığınız vaxta görə, təbrikə görə minnətdarlığımızı bildiririk. Doğrudan da Azərbaycan Dəmir Yolları 145 il inkişaf yolu keçsə də, o dönəmdən gəlsə də həm keçmişdən qalan o mirasının irsini qoruyub saxlayır, amma eyni zamanda da müasir dövrün tələblərinə cavab verir. Həm infrastruktur yenilənir, əməliyyatlar yenilənir, hərəkət tərkibləri, yeni qatarlar yenilənir. Bəli, və çox sevindiricidir ki, sərnişinlərin də sayı və dayanmadan artıq ildən ilə artıq biz demək olar ki, rekord imza atırıq. 2023-cü ildə 7 milyon, 2024-cü ildə 8,5 milyon. Bu ilin nəticələri də göstərir ki, artıq bu ildə sərnişin daşımada rekord olacaq. Artıq 9 ayın nəticəsinə görə 7 milyonu ötüb sərnişin daşıma və təbii ki, yük daşımalarda da artıq təsəvvür edin, vaxt vardı biz yaxın regionlara və ölkə daxili yüklər daşıyırdıqsa, bugün Azərbaycan Dəmir Yolları dünyaya açılıb və dünyaya demək olar ki, biz yük daşıyırıq. Uğurlu yollar arzu edirik. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Bugünkü qonağımız Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev idi. Mövzu isə Azərbaycan Dəmir Yollarının 145 ili inkişaf yoluydu. Aparıcı isə mən idim, Alidə Mustafayeva. Növbəti həftədə eyni saatda, eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq. Bir sual, bir cavab buraxılışını FAB Akademiyası təqdim edir. Neotek elektrik naqillərinin üstünlükləri nələrdir?